Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçilik, ədəbi-ictimai fikir tariximizin, mətbuat tariximizin görkəmli siması kimi Seyid Əzim Şirvani yaradıcılığı Azərbaycan ictimai, ədəbi, mədəni, fəlsəfi fikir tarixində əvəzsiz xəzinələrdən biridir. Məhz bu aspektdən yanaşaraq ölkə prezidentinin Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibəti ilə imzaladığı sərəncam ölkə səviyyəsində ictimai, ədəbi, mədəni və ədəbiyyatşünaslıq nöqteyi nəzərindən Seyid Əzim Şirvaniyə qayıdışın zəruriliyini bir daha ortalığa qoyur. Sərəncamda qeyd olunduğu kimi, Seyid Əzim Şirvani ədəbi fəaliyyəti boyunca şərq poeziyasının çoxəsrlik ənənələrini davam etdirməklə yanaşı, həm də mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycan ədəbiyyatına yeni maarifçilik ideyalarının gətirilməsində mühüm rol oynamışdı. Onun poetik irsində yüksək mənəvi dəyərlərin tərənnüm olunduğu lirika nümunələri ilə yanaşı, dövrün aktual mövzularına toxunan realist satiralar da geniş yer tutur. Habelə, didaktik əsərlərində humanist fikirlərin yayılmasına xüsusi önəm verən şair, cəmiyyətin mənəvi təkamülünə töhfələr vermişdi. Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ərəfəsində görkəmli ədibin, maarifçinin pedaqoji fəaliyyəti, bədii yaradıcılığında istər klassik Azərbaycan qəzəlini, yeni modelini yaratdığı bədii yaradıcılığında, istər satirik yaradıcılığında, mənzum hekayələrində və hekayətlərində, istərsə də o dövrün mətbuatı, Əkinçi qəzetinə münasibətində, o dövrün yaradıcı ziyalıları ilə əlaqələrində Azərbaycanda məktəbdarlıq və maarif işinin yüksək səviyyəyə çatdırılması və dünyəvi məktəb modelinin yaradılmasında və digər sahələrindəki dərsliklərin tərcümələrinin və başqa yaradıcılıq nümunələrinin hərtərəfli öyrənilməsi baxımından Seyid Əzim Şirvani haqqında imzalanan ölkə prezidentinin sərəncamı Seyid Əzim Şirvaniyə qayıdış zərurətini bir daha ortalığa qoyur və onun yaradıcılığının milli Azərbaycançılıq nöqteyi nəzərindən tədqiqi, təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Seyid Əzim Şirvani maarifçilik yolunda çalışan ziyalıların önündə yer alıb, xalq üçün faydalı hesab etdiyi ideyaları reallaşdırmaq məqsədi ilə ana dilində yeni üsullu məktəb açaraq Azərbaycan təhsili tarixində əlamətlər iz qoyub. Bu baxımdan görkəmli ədibin dövlət səviyyəsində yubileyinin qeyd edilməsi mühüm ictimai əhəmiyyət kəsb edir. Sərəncamla Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə yubileyə dair tədbirlər planı hazırlayıb həyata keçirməsi tapşırılıb. Tərlan İbrahimova, Cavad Hüseynov, NTV Xəbər.